Novruzdan sonra Səməni heç kəsə lazım olmadığı kimi, Orduxan da bu evdə heç kimə lazım deyildi. Baba, nətər oldu, gəlib çıxdın sən? Deyir, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən də neçə ildir Surqutdayam. Dedim, gəlim, elə vətəmdə ölüm. Baba, ta nə əziyyət çəkirdin, Yox, nə əziyyəti var. Elə dedim, gələmdə də bir nəbəmə konfet gətirin, biraz Moskovski. Sağ ol, ay baba, sən o vaxtda yükü, konfeti nəyə götürüb gəlirdin? Ağsaqqal adamsan, nə əziyyət çəkirdin ki? Ya bala, bir dənə nəbəm var, ona da əziyyət çəkməyim, kimə əziyyət çəkim? Elə bir əziyyət də yox idi. Ala, buyur konfeti. Sağ ol, ay baba. Nə əziyyət çəkirdim? Baba, sən də neçə ildir gedibsən Surquta, səndən bir xəbər ətər yoxdur. Biz də fikirləşdik ki, yaqin ölübsən. Ona görə də düz 3 gün sənə yaz saxladıq. Heç olmazsa yaxşı mı yerdə bastırıbsınız? Şeydə düz nənəmin qəbri yoxdur. Onun böyründə bir dənə qara mərmərdən bir dənə şəklini vurmuşuq ora. Heç də gedib bir baxaraq görək, yaxşı yerdədir, şəkil nətərdir. Bu neysən? Sağlaysın. Hə, elində uşaq. Deyirəm ay uşaqlar, bu Abbas müğənni oldu. Hə. Amma bu kişinin oğlu sadəliyindən qalmır da. Neyini bir yenə? Ki, müğənni olan kəs bir dənə də olsa sifətinə botoks elətdirməyib. Elətdirməyib? Hə, gözdə zadda da linza qoydurub eləməyib. Mən neçə illərdir bu sənətdəyəm, hələ belə sadə adam görməmişəm. Məsələ ondadır ki, bu insanda bir damcı təkəbbür, loğalıq deyilən şey yoxdur. Ki, mən valih olanda getdikcə bu adamı. Belədir də, hərə bir cürdür də. Hərə bir cür insandır. Neyini? Gətir bu solunun mənim üstün gətir, menünü gətir bura. Bir daha menünü və qumru. Doğru Alo? Bacanaqlar restoranıdır, buyurun. Bəli. Ağa Neymətullah küçəsi 102, duraq 67-də yerləşir. Buyurun xanım, sağ olun. Qumru? Hə? Kim idi zəng eləyən? Heç, bir qadın idi. Uşaq xəstəxanasının yerini soruşurdu. Çay yerin qaynadıb sana ya. Qəlbə çaydır. Ay oğul, yaxşı yadıma düşdü. Bu qismətin babası durub Surqutdan basa-basa o boyda yolu gəlib bura. Qismətə deyilən babasını özü saxlasın da, ana. Buyur. Sən qismətin babasını atveçazsa, ha? Atifcat, sözü o qədər çat getdim, ha. Atifcat nə dayanır? Deyirəm, yəni, cavab deyilsən, sən. Şimdi mən öz babam Şixəliyə cavab deyiləm, onu da qala qismətin babasına. O, indi bir-iki gün qalıb gedəcək də, Orduxan tanımırsan, neyli biri, bir-iki gündür gəlib. Bir-iki gün qalıb gedəcək, kire. Deyirəm, ağız ayrıq, ağız ayrıq. Mən kətdən bura gəlmişdim, 2 gün qalıb, qaydacam. Ay, sağ ol. Gör neçə ildir buradayam. Ən azından 4-5 ildir buradayam. Ölsəm də bu evdən çıxmayacam. Məni bu evdən heç kim çıxarda bilməz. Çıxmayacam.
Sonra şəkil çəkdirəndən sonra şəklin birini də özü üçün çıxartdırırdı. Alo! Da! Svadba gdy? Yekaterinburg'da mı? Конечно. Брат, ты мне бех. Да. Нет, я доверяю тебе. Просто ты меня вызов дал, я тебе позвонил, ona göre böyle şüpheli geldim. Да, брат. Жду. Целую. Давай. Nasıl ya bana göre gelirsin. Oradan bir cappuccino düz koy. Buna bak ya. Əcibdir ya. Deyirəm bunu show biznesdə dəyişibsə, məni də saymır ya. Ay Teymur, o show biznesə nə aidiyyəti var? Baş onsuz da əvvəldən səni saymırdı. Əcibdir. Tanrısı var. Bu qədər şişmək olmaz. Yoxsa məni niyə saymır? Məni niyə saymır? Vəfa, qismətin babası bura nə qədərlik gəlib, hə? Nə bilim, qismət gedib ev axtarmağa. Ev almağa pul verib. Az kişiyə qulluq eləyim, meyvə soğan, yemək sad eləyim. Mən də bir stəkan çay verim. Yaxşı deyil. Gör niyə gəlib, oradan bura gəlib. Haradaydı bizdə o bəxt? Qismətə deyib ki, sən ged özünə ev tap, mən burada qalacam. Doğrudan? Hə? Arzu, ərinə deyərsən, qismətin babasını bu evdən çıxartsın. Necə deyim? Onda mama deyərəm ki, mamam deyir bu evdə ya qismətin babası qalsın, ya mən, hə? Sənin ərinlə 1 qram danışma qabiliyyətin yoxdur. Adam da ərinə anasının adından elə söz deyər. Denən ki, bu evdə ya mən qalacam, ya da qismətin babası. Məni danışdırma da, bala, qatma məni. Keç sarı. Pridurul, sənin başın işləyir, sən xəstəsən. Mənim aparım 130 minlik cifmi verib Drangilət avtobus alırsan. Sən məndən halallıq almışdın, Etibar. Halallıq yaxşı şeydir, halallıq almışdın. Tələk müəllim, siz böyük maşın xoşduyursunuz, həm də salon genişdir də. Ona görə də hörmətli adamsınız, Tələk müəllim. Mən hörmətli adamım. Zarafat edir, sən Tələk müəllim, sizin zarafatın var mənim. Mən ciddi hörmətli adamım. Mən hörmətli adamım. Sadəcə olaraq Etibar, mən dişimlə dırnağımla əlləşib vuruşub özümə maşın almışdım ki, avtobusdan keyif gəlməkdən bezmişəm. Mən avtobusdan keyif gələcəkdimsə, cipini alırdım. Tələk müəllim, bax, bunun bir dənə də xeyri var ki, indi bax, yolda gəlir gör biz nə qədər bax, klient tutduq da. Ona bax, gör nə qədər pul var. Mən müdür adamam, Etibar. Mən konduktor deyiləm. Başa düşmürsən sən bunu? Burada pulla neymiş? Gör sən mən nə vəzifə salsan ki, mən boyda müdür adamı ham elə bir ayaq yolu işlədirəm. Ged avtobusu dəyişək kişi. Tələk müəllim, avtobus dəyişmə, indi nə ilə dəyişir? Getməm, cipimi dalacaq. Deyirəm, bu vaxta qədər bizim sözümüz bir-birimizə düz gəlməyib. Gəl indi məsləhətlə belə bir iş eləyək. Biz ikimiz, 2 quta birləşək. Bu qismətin babasını bu evdən çıxardaq. Deməli, qismətin babasını bu evdən çıxardandan sonra gələk sporumuz spor kimi qalsın. Yeganə fikirdir ki, mən səndən razıyam. Mən razı bəstəyəm. Sensin. Deyirəm, ay Orduxan baba, nə yaxşı gəlmişsən Surgutdan bura. Bilimi deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ay rəhmətliyin oğlu, o boyda yolu
bir ölmək üçün bu qədər xərc çəkib gəlməyə dəyər. Baba gəlirdin, heç olmasa gələndə oradan bircə kilo Moskovski konfet alıb gətirəydin dayına. Alırdım, fikirləşdim ki, bir də Surgutdan Moskvaya gedib 2 kilo konfet alıb, bir də bura gəldiyinə. Bir dəfəni elə gəlib buradan Bakıdan alaram Moskovski şokolad. Deyərəm oradan gətirmişəm. Orada girdim tükənə, neçəsini yedim, heç birinin tamı xoşuma gəlmədi. Ne oldu ya sizin bu yemek? Buranın müdürü kimdi? Bak kışkırsa gel saçı gözüne hoş gelir. Buranın müdürü benim. Dur hoş geldin. Sana yemek ver biri. Arı kurgan bak ha, kışkırmağına bak ha. Yaxşı, yaxşı, dağılışın, hələ düşün görsün. Geçin. Tamam, düz elədiniz. Buranın müdürü kimdi? Bak kışkırsa gel saçı gözüne hoş gelir. Demedim buranın müdürü kimdi? Kardeş, atam. Buram müdür Moskvadadır, ayda bir dəfə gəlib gedir. Biz özümüzlə axtarıq, yaman vuracaq onu, yaman döyəcək. Nəsə qulluq lazımdır, yemək lazımdır, xidmət eləyək biz sizə. Bu dəqiqə sizə qulluq eləyirik, əyləşin. Şuluqsan, xuliqansan. Tutsaltıca kirəyirəm, xansı var, mağaz su ver, xansı var, su ver. Abbasları necə tomatı yemək vermirsiniz? Talip müəllim, yemeği pişiren yoktu. Abbas müğənniyi eləyəndən sonra yemeği pişirmir. Biz neyniyik? Abbasın dersen başıtı var, beni yaxşı tanımıram. Sakin olun orada. Abbasın başıtı, beni yaxşı tanımır, dəli şeyim, ben burada. Demedim sakin olun orada. Gəlin, bu əsəbidir. Abbas'a demin ki, o avucuda əsəbidir, bu dəqiqə gəlib o nervsin məndən çıxacaq, ona yeməkdə zaten bir şey verin. Xuliqansan, xuliqan. Zəngini gözləyirəm, ceyran. Qızı bal, necə qızdır? Ölürəm məndən ötürü. Mənə deyəcək bir dənə kontur, bir dedi konturum yoxdur. Bir dənə kontur göndər sənə zəng eləyim. Mənə verəm ona qurbandır. Məhəbbət mən, bu Hülya Afşarın şəkili, siz onunla danışırsınız mı? Ay dünya, buna bax ha. Fırrat deyim məni. Nə olar, qardaş? Sən məni fırlat. Nə var, hə, nə gülürsən? İşdən çıxmağın gəlib, ha, deyəsən sənin. Üzr istəyirəm abi. Sən üzünü sevir. Alo, Əziyəfət. Necə? Bugündür sənin nişanın. Yox, bilirəm. Qas, gülmənlikdir. Narahat olma, qardaşın alacaq. Mən Rıza ilə göndərəcəm, sən Rıza ilə mənə qardaş oğlunu da göndər. Gəlsin biraz burada oturaq, internetdə qurdalanaq. Yaxşı, oldu, davay, sağ ol. Yaz deməsə. Rıza bala, ala, get. Oradan qəşşək bir buket gül al. Hardan? Gül hardan alınlar? Ağçiçəyim nə? Zdaçı qalacaq burada. Zdaçı qalsa özünə dən saqqız alarsan. Sağ. Sən qədər. Abbas, gəlib yeməyi pişirsən ya yox? Bir dəqiqə gözlə də Tali. Bəli xanım, çox gözəl sual verdiniz. Düzdür, yəni bu show biznesə maraq, show biznesə həvəs mənə ulu babamdan gəlibdir, yəni irsən keçən bir şeydir. Mənim məsələn üçün babamın babasının babası dəfnən ay oynadan olur. Yəni sözün açığı bu ideyanı edib ki, babama ay verib ki, belə bir şeyliyə ac qalmıyor. Sən də çörək qazan, mən də çörək qazanım. Yəni bu show biznesə maraq mənim ulu babamdan gəlibdir. Ay, burada müğənnilik eləmək, dur yeməyi pişir, buranın aşpazsan, ey sən Abbas. Bir də xanım, bunun kurukunu bir dənə çəkin, bunun kurukunu qəşək çəkin. Bax, bunun kimi də ayılar mənə imkan vermir ki, mən qabağa gedim. Mən bilirəm bu kimin adamıdır, mən uşaq deyiləm, mən baxan kimi bilirəm ki, bu kimin adamıdır. Ad çəkə bilərsiniz? Xeyr, mən ad çəkməyəcəm, çünki reklam olar, amma mən bu şəxsə demək istəyirəm ki, sən İbrahim Tatlısəsin mahnılarını oxumaqla qabağa gedəməyəsən, onu bil. Bas bayram.
Baş bayrağı. Xanım, siz də Abbas təqib eləyin. Deməli Məlik Məmməd idi, qırmızı papaq idi, bir də mən idi. Buyur qardaşım. Özüm qulluq edirəm sizə. 2 nəfərsiniz, üzr istəyirəm. Xanım, dəsmə siz sok içə bilmədiniz. Xuliqansan, xuliqan. Temur buraya. Bəli. Biraz yavaş danış da, cəmaat narahat etmir. Dünən alveriniz olub. Tələbələm, dünən burada şou proqramı oldu deyin, alverimiz yaxşı oldu. Tüm müğənnilər oxudular. Hələ Abbas oxuyanda da alverimiz lap 1'ə 10 qat çoxaldı, cəmaat çox yaxşı qarşıladı. Abbas kafiyə xeyir verir. Bəli. Bəs Abbası niyə qovdururdunuz mənə? Tələbələm, Abbas dünən prosto yemək pişirmirdi axı ona görə. Abbas yemək! Üzr istəyirəm. Abbas yemək pişirmirdi. Mənim başımı qatırır. Bilirsiniz mi xanım? Ben bu hayatta çok ıstıraplı günler görmüşüm. Ay Abbas bir tek bırak. Bir söz deyirəm. Bir de söz deyirəm. Nədir? İmkan ver, müsahibəmizi verək də. Cüşləri olacaqmışdım, cüşlər. Hayır, üzr istəyirəm. Abbas, mən səni işdən qov eləmirəm. Sən qalırsan restoranımızda və müğənnilik edirsən. Patxodit. Ya, üzr istəməklə də öyle talih müəllim. Mən görürəm ki, sən bana hörmət eləmirsən, nə uşaq deyil. Bağışla. Yerim hörmət eləmədin də mənə. Ha, hörmət eləməm, düz deyil. Allah, ağzına çoğuna baxma qoycum, qala. Ağını gəlməni söylüyor. Ama axırı dəf olsun abi, sən ki, mən sənətkar adamam. Böy, öküz. Başlayaq, təzən başlayalım. Rekverin güclə obraza girmişdi, bir də təzən. Bilirsiniz xanım, mən uşaq vaxtı quru çörəklə böyümüşəm. Sos qanadı görməmişəm mən. Bunlar verməz. Amma verən tuta bildi. Elarizin əkdirdiyi saç tutmadığı kimi, məhəbbətlə Sevdanın da söhbəti tutmurdu. Evdə darıxdım, gəldim görüm nə varsan. Evdə darıxdım, gəldim görüm nə varsan. Ürəyimi partlattın ey Sevdayı. Səni görüb partlamaya düşəsən ay məhəbbətim. Ürəyin niyə partlayır? Nəyə gəlmirsən ay Sevda, şarıb qulağımın dibində partlatmağa? Gəldim deyəm ki, Nə? sən heç mənə gül almırsan, mənə qayğı göstərmirsən, heç məni sevmirsən. Ay Sevda, gül deyəndə güldür də. Mən gül xoşlamıram ama. Bir də ki, gül nə deyir, mən gül alında elə bilirəm israfçılıq edir. Yəni, bu belə bir şey də yəni. Gəl, necə? Gətirdim, bunu da gətirdim. Necəsən? Görüm. Hərzan. Gülü də aldım. Ən yaxşısından. Yaxşı elə. Mən ziyafətin xoşu gələcək bundan. Yox, ziyafət belə şeylər. Ziyafət. Bir kor nə olur? Ziyafət kimdir? Ziyafət kimdir? Ziyafət kimdir? Ziyafət Səndən soruşuram. kimdir? Ziyafət kimdir? Ziyafət kimdir? Nədə? Başa düşmədim, sən ziyafətə gedib gül ala bilirsən. Amma mən burada, adam durub burada, sən mənə gül almırsan, ziyafət belə şirin çıxıb da sən. Yox qadam, bu ziyafət, bu ziyafətin elə bir ki, ziyafət kişidir ya. Mən dolaşdırdın etsən. Yox, sənin ziyafətlə əlaqə var, ziyafət kişidir. Ziyafət kişidir, bu da qardaş oğludur.
Sus! Mən bilmirəm ki, sən məni aval hesab eləmişsən. Mən bilmirəm ki, ziyafət kişidir, yoxsa arvatdır. Dayan məhəbbət. Səndən çox yorulmuşam. Dayan mən buradan çıxım. Gedib hamısını bir-bir talih edəcəm. Ziyafətin yeridir. Hala! Sən geç şapkası. Göndərdi mənə məlli boşdu. Bu şəkildəki yaman tanış gəlir mənə. O, mənim babamdır, Şəli babam. Nə sən Nidrozmeniyan var? Yox, əşi, Şəli çox tanınmış adam idi. 1945-ci illərdə Şəli barmaq göstərdi. Mənim babam kətdə çox vuran tutan oğlan olub. Mənim babam çox belə hörmətli kişi olub kətdə. Kişi olub, ey! O vaxt hamı müharibəyə gedəndə Şəli başına yaylıq bağlayıb arvadlarla pambığa gedirdi. Hamı da onu parmaqla göstərirdi ki, o başı yaylıqlı Şəli kişidir. Düzdür, amma pambığa, arvadlarla bir yerdə pambığa yesə də heç bir kadın bundan çox pambıq yeməyibdir. Bu, qabaqcıl pambıq yığan bığlı kişi olubdur. Yəni, Şəli babam haqqında çox da... Yaxşı, 1-0 sən xeyrinə, nə olar? Olsun da 1-0. Ağsaqqal, Surqutdan nə tərdi vəziyyət? Orada hava istidir, soyuqdur. Oralar yaman soyuq idi. Yaman, dəhşət soyuq idi. Dəhşət. Minus 40-a kimi çatırdı. Yəni, davamiyyatın soyuğa yaxşıdır da, soyuğa öyrəşə bildin mi oralarda? Məndə problem yoxdur. Soyuq, problem yoxdur. Nəyə görə sordusan ki? Heç nə, axşam nəvən qismətlə balkonda yatacaqsınız. Onu öyrənmək istəyirdim ki, davamiyyatın nə tərdir soyuğa. Olsun 1-1. Nə dedim, bir dənə də penal vursam 2-1. Hələ şəxsaqqal. Şimdi mən bir müğəndi kimi özümə bir komanda yığıram. Qansı var, sən olursan mənim şəxsi imicmakerim. Olum da. Sadəcə olaraq sən birinci öz idimini düzəlt, sonra mənim imicmakerim ol, yaxşı? Orada, Qumru, deməli, sən olursan mənim mətbuat katibim. Abbas, mətbuat katibi nədir ki? Neynir mətbuat katibi? Neydi də o? Hava bilmir, hələ mətbuat katibi nə deməkdir? Gir internetə, yaz orada mətbuat katibi nə deməkdir? Örgən maraqlan, gəl mənə dedik, bilin ki, bu nə deməkdir, sən də nə işə varırsan? Biz elə belə pul vermirik. Emur, sən mənim həm qırmıyorum, həm də sürücüm olursan, yaxşı? Boş. Sağ ol. İsmail, sənə nə bir iş verək? Bir işdə sağ ol. İsmail nə ola bilər? Nə? Təşkilatçı. Eləyə biləsən təşkilat? Yox eləmirəm. Sösən Amma mən Abbas, təşkilatçı. bir dənə sana sözüm, mən bu dəqiqə Tarıqana təşkilatçıq eləyirəm. Sən girim o burun, deyim yoxdur da sən. Davay, onu bir dənə. Sən girim. Deyər, özdən girim. Kimdir Tarıqın? Var elə bir nüvə. Adını sev qulağımdır, Totuş. Özdən girim. Alo, Tarıqan. Totuş, burada işləyirsən məni? Mənə bax, sənə bir dənə söz deyirsən, mən incimədən məndən də. Yox, mənə bax, mən də sənə işlə bilməyəcəm. Mən səviyyəli müğənnilərlə işləyirəm. İstəmirəm sənə işləyim, bu səviyyəmi salım aşağıdır. Tarıqan, çaşma ya. Deyirəm, işləmirəm sənə. Tarıqan, gələrəm, Türkiyə sənin ağzının üstünə şillə vurub qaydaram, bax, dedim, işləmirəm də. İndi ağsaqqal, gəlmişsən mənim evimə, mən də nə deyə bilərəm, prekrasna açıqlatma. Yəni, gözüm üstündə yerim də yoxdur ki, deyəm ki, buyur qal. Gözüm üstü zanit.
qaynanam qalır, anam qalır, bacanağım gəlib ailəsindən qalır. Yəni, elə bir yer yoxdur ki, səni saxlayan. Mən özüm bir də izah xədirini bayaqda yaman çoxdam. Şıxalı söhbətdən sonra başa vuruldum sənə. Cəmi cümlətanın bir dənə boş otaq var. Onun dağısını bağlamışam ki, birdən şərəfli, hörmətli qonaqçalar. Hörmət deyirəm, ha, tamari yeri yev çıxma. Hörmətli qonaqçalar, açara molqalar. O da elə bir elə adam gəlib çıxmışdı. Çox sağ ol, valla, hörmətinə görə. Hə, sən də sağ ol. Orada otaqda mən niyə özüm qalıb, arada özümü hörmət hiss eləmirəm. Nəysə, on yerdir. Ağsaqqal. Həcə. Adam belə qonağa belə sual verməz. Sonra düşüncəsizlik kimi qəbul elə. Sürgütdən nəyə gəldin ki? Niyə gəldin? Necə deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən. Ortadan, hay Ortadan, hay Gültan, hay Terekan kömeğiyle bu qatarı getdi. Şirin qatarı getmez mi olur? Hay Ortadan. Ne olub Talib? Şirin qatarı gedir, şirin qatarı. Qara Sürgütə gedir. Ana ki ondan tarafa gidelim, kara qatarda gedir. Ortadan da, Ortadan da. Arasını elde sanırım. Ortadan gelir. Atam, eşitsən məni, yaxın gəl. Mən çox icə yalan olub, bayaq danışıqlar nə idi ki? Adi bu kino var, Titanic. Hamı baxdı, bütün dünya baxdı. O Titanic'a icə mən vermişəm ki, rejissora belə çəkin, elə çəkin. Orada gəmi əslində batmalı da öldü ki. Mən dedim ki, deyilsin buza, batsın camaat ölsün, o yan, bu yan. Qoca arvad vardı, o da Roza xalanı qocaldı. Öldü axı o razıq arvad, hə? Yerdən götürən yox idi. Getdim Amerikaya, getdim Bakı və hökməldə bastırdım. Hər gün deyirəm, gül axtaram, gətir. Mən beləyəm də, mən ömrü boyu onamına yaxşılıq elədim. İsmail ömrü boyu icəyə verir, başa düşdün, ömrü boyu onamına. Yəni, gözüm bir sənə, məsələn. Yox, qardaş, mən gedim. Gediş ola, bu sən. Sən burada, burada. Bir dəqiq ya, harada sonra alacaqsın, bəlkə mən. Burada nə? Sonra İsmail, Kumru, gedin nə var, gətin tökün. Tez olun. Hər şey sən bizim əziz oxuyanımızsan. Babat yemişməlisən ki, durub şov proqramda da rəhli çəkir. Qadağım narahat olma. Nə var, bu gətirsinlər. Gətir, xas var, gətir bura. Bu kişidən əziz qulağımız. Çay içərəm, çay yeməyiz lazım. Narahat olma. Narahat olma. Meyvə. Düzün bura. Xeyr, vitamin, enerji. Ortadan. Bəlkə bu boğulur, yazıqdır, su verin də. Kız bırak su verip kişiyi çaştırmayın, camaatın planlarını pozmayın. O boyutta xarici ölkədən gəldi ki, gedirəm vətən dönməyə. Qoyun öldü yerdə ölsün də. Ölürsə heç olmasa üzünü qibləyə çevirək də Talib. Abi de. Hadi. Hadi. Ben vəsiyyət eləmək istəyirəm. Kişi vəsiyyət eləyir. 3-4 gündə alıver də yoxdur. 5-dən 3-dən qızıl olmaqdan zaten nə olsa gəlməkdir. Sakit kişinin vəsiyyətini dinləyirik. Buyur, Ağsaqqal. Deməli, mənim Sürgütdə... Bir dəqiqə dayanmanı telefona çəkək ki, həm də yadda qalan olsun da. Rek. Qam style. Su verin. Mənim Sürgütdə torpağım var. O torpaqda indi qazıntı işlər gedir. Neft çıxasıdır. Bay, o axırın söz bir dedim. Neft çıxasıdır. Mən də vəsiyyət eləmişəm ki, kimin evində ölsəm, kim məni götürsə, kim mənə qulluq eləsə, o torpaq sahəsini, o nefti ona verəcək. Sənin qədər qalın! Kəlmə kişidir ama bak yine bir şey var.
Girən, müğənniyle xəbər elə girən, kimsə müştərilərdən müğənniyle çəkin çəkdirəndə yeməyi doldurub soya biz də pul qazanalım da. Güzel otaqlar. Ay Orduxan dayı, bir bu halvanın dadına bax. Gör əgər xoşuna gəlirsə, elə öləndən sonra ehsanında bu halvadan çalarım. Ay aman, lazım deyil halva zad vermək. Ay qızım, hər adama qismət olmur, ölməmişdən qabaq öz ehsanını yesin, öz halvasından yesin. Sonra deməyək ki, yeməmiş getdi. Bətərdir, gör xoşuna gəlir, qazanalım. Gəlirsə bax bundan çalarıq bu halvadan. Yaxşıdır mı? Biraz yağını çox eləyin. Baş üstə. Cəmaat insandan narazı getməz. Gözüm üstə. Orduxan dayı, bax gör pendir xoşuma gəlir. Gör nə fərqi var. Bax gör pendir xoşuma gəlir, bax. Yox, belə. Mənim insanımda mosal pendiri verərsiniz. Hə, Mən yaxşı. bu pendiri... Orduxan dayı. Başına dönüm. Ala bundan bircə qaşıq. Gör nə açdı əmləmişəmi. Gör nə açdı əmləmişəmi. Nə tərdi dadı qadan alım. Allah. Əsir yaş aşıdır. Sən belə elə. Bu aşı pişirməyə kiməsə bu evdə öyrət. Səndən sonra sən də insanında bundan versin. Yaxşı, mən dedim ya. Buyurun. Çox sağ olun. Sağ olun, sağ olun. Qonaqlarımız da biz də sizdən çox razı Sağ qaldıq. olun, təşəkkür edirəm, çox sağ olun. Qonorar barədə narahat olmayın. Prodüserimiz hörmətiniz eləyəcək. Sağ olun, çox sağ olun. Dayımı bırakma onu, atam bırakma. Ya etsin bir deyil ya atam. Ara qalsın. Şotu verirlər. Şotu. Nə şot qardaş? Bu bayaq oturduğun stolun şotunu istəyirəm də sən. Punlandı ki bura. Əlbəttə, sən benim pulsuz oxuyursan. Hə? Pulsuz Bundan oxuyursan. oxuyuram, başa Ay, düşürəm. sən də şotu ver. Görün. Nə qədərlədi? 250 manat. Nə? 250 manat. 250 manat niyə? Necə 250 manat niyə? Sən manatlarına xəstə adamam, başa düşdün? Bir kəlmə. Yox, 250 manat niyə Deyim də vermədin? sənə bir gözlə başa salım da sən. Sən burada oxudun axı o proqramda. Bu gün biz bahalı oldu, başa düşdün? İndi oxudu səviyyəsi. Mən oxudum deyə bahalı. Ay, sən bu gün bahalı oldu. Görüm 250 manat. Lazım bir fırlarma günə, ora bura. Allah bunu. Lazım mahnı oxuyursan şipşirin. Mənə qarşı haqsızlıq elədiniz. Yadında saxla. Qiyamət günü hər kəsə öz haqqı çatacaq. Hətta buynuzsuz qoçlar, buynuzlu qoçdan öz haqqını alacaq qardaş. Sağ ol. Ağsaqqal. Şəhərin panoramasından xoş gəldi. Yaxşı. Diqqətlə bax. Ha? Yaxşıdır. Bu sənin qəbir yerindən şəhərə baxan panoramadır. Kabel, şunurzad almışam, ışıq da çəkdirirəm. Full bir yer da, ürəyin istəyən bir yerdə. Ala bunu da əlində saxla. Bu nə daval? Bu sənin qəbir yerindən torpaqdır. Gətirmişəm ki, yavaş-yavaş torpağa öyrəşdirəsən özünü. Sağ ol ayda. Bravo. Hadi. O yer özünün də xoşuna gəldi mi? Çox gözəl yerdir, çox xoşuma gəldi. Onda bir dənə də yer orada özünə götürərsən.
sizin için okuyor. Abbas Dübendi. Kuduzdan mı jite dönmüsən? Her sözümde kapırsan beni. Bakma benim giyimime, bakma remontsuz evime. Sen bak benim temiz kalbime. Bakma benim giyimime, bakma remontsuz evime. Sen bak benim temiz kalbime. Şimdi seni katırdaram, ben dadana od koyaram. Elemesem padle salaram. Başkasına vereceksen gelip Talatga'ya girsem, orada kalsın yerine kadar. Ey vefasız, benim sana koydurduğum kızıl dişleri sen açma dişlere değiştin. Dodağına silikon koydurmanın değil, gerek ağzından çıkan söz atvisat olasan. Ha kısmet harda sen çık. Zaten ev lazım değil, kişi gelir. Gelir ha. Ha azıcık elif getmir ya, farırlar. Demek Qatarı gelir, biraz tez ol ev aktarma, gel. Şöyle evde tekemür falan. Biraz allı ol, tez gel. Tez ol. Ortakan dayı. Ay Ortakan dayı, ver yaptır Ortakan dayı. Ay baba gelden gitti, kişiden gitti. Google Qatar teştim gitti. Kişi Qatar gitti. Ay Ortakan dayı. Belki bu bozulur, su verin de ona yazırdı. Ay kız su verip şişin saçlarım yıldan kız. Ben Gangnam Style'de ay dedi sen lan bu. Nenem. Yaxşıydı. Bunları vermez size. Ama ben hoş geldin. Hadi kutan kadar da. Ne oldu ya sizin bu yemek? Buranın müdürü hanı. Başı. Buranın müdürü kimdi? Ne kışkırırsan ya? Saskosuna hoş geldin. Demedim buranın müdürü. Ağırdın da sanırım. Buranın müdürü kimdi? Ne kışkırırsan ya? Saskosuna hoş geldin.